Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 6-cı siniflərin monitorinq imtahanına dəstək üçün onlayn tərtib olunmuş mövzu sınağı 1-in izahlarına baxırıq. İlk sualımız belədir ki, ad və soyadları qeyd olunmalıdır. İkinci sualımızdan başlayırıq. İkinci sualımız artıq 28-in 20008 ədədinə hasilini soruşur. Bu sualın doğru cavabı bizə verəcək 560224. Deməli, birinci sualımıza doğru cavab A variantı edir. Növbəti ikinci sualımıza baxırıq. Hesablayın deyir. Deməli, əbab olan ifadədir. 18 ilə 19-un əbabını axtararkən ardıcıl gələn natural ədədlər olduğuna görə bunların əbabı 1-ə bərabərdir. 9 ilə 18-in əbabı isə bizə verir 18 9-a tam bölündüyünə görə əbab 9 olacaq və toplasaq doğru cavabımız 10 edir. C variantı. Keçirik növbəti sualımıza. 0,1 neçə kilometr neçə metrdir? Metrə çevirmək üçün verilən ifadəni biz minə vurmalıyıq. Çünki doğru halda 1 kilometrimiz 1000 metr olur. Minə vurduqda biz bilirik ki, onluq kəsirləri 10-a, 100-ə, 1000-ə və s. vurduqda sıfırların sayı qədər vergül sağa sürüşməlidir. 3 sıfır olduğuna görə vergülü 3% sağa sürüşdürürük. Bu doğru cavabımızı 1 metr edir. Doğru cavabımız A variantı olacaq. 4-cü suala keçirik. 4-cü sualda deməli 8 ədədinin 0,125 hissəsinin yarısını tapın deyir. 8-i 0,125-ə vurduqda 0,125 ilə 8-də 1-dir. 8-i 8-də 1-ə vurduqda 1 edir. 1-in yarısı, yəni 2-yə bölməliyik. Bu da bizə verəcək 0,5. 0,5-i 0,50 şəklində də yaza bilərik. Doğru cavabımız C variantı. 5-ci sualımıza baxırıq. 56-da 14 kəsirini onluq kəsirə çevirin deyir. 56-da 14. İlk növbədə bunu 14-ə ixtisar aparıb sadələşdirək. Cavab 4-də 1 edəcək. 4-də 1-i 25-ə vursaq 100-də 25. Bu da bizə verəcək doğru cavabı 0,25. D variantı. 6-cı suala keçirik. Laçın 3,6 metr olan parçanı 2 bərabər hissəyə ayırdı. Deməli, 3,6-nı bölürük 2-yə. Bizdən istənilən ayrılmış hər bir hissənin uzunluğu neçə metrdir? Deməli, 3,6-nı bölürük 2-yə. Doğru cavabımız 1,53. A variantı. 7-ci suala baxırıq. 12 ədədinin natural bölənlərinin cəmini tapın. Natural bölənləri 1, 2, 3, 4, 6 və 12. Bu ədədlərin cəmini tapsa 1, 2, 3, 4, 6, bir də 12. Cəmi bizə 28-i verəcək. Doğru cavabımız A variantı olur. 8-ci çalışmaya baxaq. Selsi ilə verilən temperatur Fahrenheit ilə ölçmək üçün düsturdan istifadə olunur. Əgər Selsi temperatur 36 dərəcə göstərirsə, biz Fahrenheit'i tapmalıyıq. Deməli, 1,8-i vururuq 36-ya. Üzərinə əlavə edirik 32 dərəcəni. 96,8 edir. Yazılı formada göstərək. 1,6-nı vururuq 36, üzərinə əlavə edirik 32. Deməli, 64,8 plus 32. Bu da bizə verəcək 96,8 Fahrenheit. Doğru cavabımız D variantı. Keçək növbəti sualımıza. 9-cu sualımız. 7 ədədinin kvadratı 343 ədədindən neçə dəfə kiçikdir? Deməli, 343-ü bölməliyik 7-nin kvadratına. 7-nin kvadratı 49 edir. 343-ü 49-a böləndə doğru cavabımız 7 alınır. A variantı. 10-cu suala baxaq. Hesablayın deyir. Birinci ilk edəcəyimiz daxildə olan ilk mötərizəni hesablamaqdır, amma mötəriz daxilində kvadrat var. Ona görə hesablayırıq. 5-in kvadratı 25 çıxılsın 2 vurulsun 3, üzərinə 7 əlavə edib 4-ə bölürük. Sonra edəcəyimiz nədir? 25-dən 2 çıxdıqda 23, 3-ə vururuq.
ardına olduğu kimi yazırıq. 23-ə vurduqda cavabımız 69. Üzərinə 7 gəlib 4-ə bölmək lazımdır. 69 üzərinə 7 gəldikdə 76. 76-nı bölürük 4-ə. Doğru cavabımız 19. C variantı. Keçək növbəti sualımıza. 11-ci sualda tam kvadrat ədədlər arasında sual işarəsinin qiymətini tapın deyir. Tam kvadrat ədədləri bizə verilən natural ədədlərin kvadratlarıdır. Deməli, 9 3-ün kvadratıdır, sonra 4-ün kvadratı, 5-in kvadratı, 6-nın kvadratı gəlir və növbəti 7-nin kvadratı olmalıydı. Deməli, sual işarəsi 7-nin kvadratını göstərir ki, doğru cavab 49 edir. C variantı. 12-ci suala baxaq. Tənliyindən x-in qiymətini tapın deyir. Edəcəyimiz nədir? Əvvəlcə 2x-i hesablayaq. 24-ü vururuq 0,5-ə. 0,5-ə. 24-ü 0,5-ə vurduqda yarısını tapırıq. Bu bizə verəcək 12. Sonra x-in qiymətini hesablayanda doğru cavabımız 12-ni 2-yə bölürük və 6 alırıq. Deməli, 12-ci sualda doğru cavab A variantı. 13-cü suala baxaq. Hesablayın deyir. 10 üstü 3 bizə verəcək, deməli, mini. Verilmiş ədədi minə vuranda, biraz əvvəl dediyimiz kimi, vergüllərin sayı qədər vergülü sağa, sıfırların sayı qədər vergülü sağa sürüşdürməliyik. Bu da bizə verəcək doğru cavabı 1000 tam %45. D variantı. 14-cü suala baxaq. Deməli, A-nın, B-nin, C-nin qiymətləri verib, ifadənin qiymətini hesablamaq lazımdır. Deməli, 2-ni vururuq, B-nin qiyməti 12-dir. Çıxırıq, C-nin qiyməti 4 kvadratı 16 edir. Üzərinə gəlirik, A-nın qiyməti 7-dir. Hesablayaq. 2-ni 12-yə vurduqda 24, 4-ün kvadratı 16, çıxıb üzərinə 7 gəlirik. Cavabımız edəcək 15. A variantı. Keçək növbəti sualımıza. Növbəti sualımız 15-ci sualda. Deməli, hesablayın deyir. XL kiçik rum rəqəmindən sonra böyük rum rəqəm gəldikdə böyükdən kiçik çıxırıq. 50 çıxılsın 10 edəcək 40. Üzərinə əlavə edək. CLV deməli 155 toplayırıq. Üzərinə gəlirik 13-ü. Bu bizə verəcək, deməli, 40-ın üzərinə gəlirik 155, üzərinə gəlirik 13-ü, 208 alınır. Doğru cavabımız C variantı. Keçirik 16-cı çarpışmaya. 16-da düzbucağının eni 0,7 santimetr. 0,7 santimetr. Uzunluğu isə 0,2 metr. 0,2 metr. Bunu santimetrə çevirsək 100-ə vurmalıyıq. Bu da 20 santimetr edəcək. Bizdən istədiyi perimetrini tapmalıdır. Perimetrini tapanda 2-ni vururuq. 20 plus 0,7-yə. 20 ilə 0,7-ni toplayıb alınan cavabı 2-yə vururuq. 41,4. Doğru cavabımız C variantı. 17-ci tapşırığa keçirik. Əkobu hesablayın deyir. Əkobu hesablayarkən sadə vuruqlarını ayırmaq lazımdır. 15-i sadə vuruqlarını ayırsaq 3, 5, 5, 1. 20-ni sadə vuruqlarını ayırsaq 2, 10, 2, 5, 5, 1. İndi əkobu taparkən edəcəyimiz nədir? Əkobu taparkən, deməli, 20-ni seçirik, vururuq. 15-in vuruqlarında iştirak edib, 20-in vuruqlarında iştirak etməyənlərə, bu da 5 burada var, hər ikisində iştirak edir, amma 3 digərində yoxdur. Ona görə biz bu ifadəni 3-ə vurmalıyıq. Doğru cavabımız 60 edəcək. D variantı. 18-ci tapşırığa baxırıq. Deməli, neçə milyonluq var? 2025, bir də 2026.
Neçə milyonluq var desə, deməli bu təklikdir. Onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq. Neçə milyonluq var desə, bütövlükdə götürürük. Cavabımız 20-dir. Və yaxud da belə edə bilərsiniz. 1 milyonluqda 6 ədəd 0 var. 6 ədəd 0 varsa 6 dənə rəqəm üzərindən xətt çəkə bilərsiniz və yerdə qalan ifadəni götürə bilərsiniz. Doğru cavabımız A variantı edəcək. 19. Deməli, rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli natural ədədin yarısını tapın. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli natural ədəd 102-dir. Yarısını tapanda 2-yə bölürük. Doğru cavabımız 51-dir. 20-ci suala baxaq. Müəllim 42 qələm, 54 dəftər aldı. O bu qələm və dəftərlərə hər birində eyni sayda qələm və dəftər olmaqla şahidlər arasında payladı. Şahidlərin sayı ən çoxu neçə ola bilər? Verilmiş bu ədədlərin əbobunu tapmaq lazımdır. 42 və 54. Sadə vurğularını ayırıb da tapmaq olar, müxtəlif formaları tapmaq olar. 42 6 vurulsun 7-dir, 54 6 vurulsun 9-dur. Ona görə ortaq vurğu olaraq 6-nı doğru cavab seçirik. Cavabımız A variantı. 21-ci sual. Emin neçə natural qiymətində aşağıdakı ifadə düzgün kəsir olur. Düzgün kəsir dediyimiz, deməli, sürəti məxrəcindən kiçik olan kəsirlər. Deməli, 3m kiçik götürü 2m plus 4-dən. 3m-dən 2m çıxsaq m edir, kiçikdir 4. Deməli, 4-dən kiçik natural ədədlər yazılmalıdır. 1, 2 və 3. Doğru cavabımız 3 edir. 3 ədəd. 22-ci sualda. Deməli, deyək ki, ifadənin qiymətini hesablayın. 3,2-də 1. 3,2-də 1-i sürət məxrəcindən 3-ə vursaq 6-da 3 edəcək. Üzərinə gəl 12 çıxılsın 2,6-da 3. Burada qarşı qədərlərin tam və kəs hissələrini toplaya bilərik. 3 ilə 2 fərqini tapırıq 1 eləyir. 6-da 3-dən 6-da 3 çıxanda 0 eləyir. Üzərinə 12 gəlsək doğru cavabımız 13. Keçirik növbəti sualımıza. 23-cü sualda verilmiş kəsirlərin ən kiçik ortaq məxrəcini tapın deyir. Deməli, əkob tapmalıyıq 7, 5 və 10 ifadəsinin. 3 ədədinin əkobunu taparkən ilk ikisinin əkobunu tapıb, sonra isə digəri ilə əkob hesablamaq lazımdır. Biz də bilirik ki, 5 ilə 10 əkobunu tapsaq, 15-ə tam bölündüyünə görə bunların əkobu ilə 10-a bərabərdir. Deməli, biz əkobu axtararkən 7 ilə 10-un qiymətini hesablamalıyıq. 7 ilə 10 qarşılıqlı sadə ədədlər olduğuna görə bunların əkobu da hasilləri olur. Cavab 70 edir. Doğru cavabımız 70. 24-cü suala baxırıq. Əbob və əkobun qiymətləri verib x-i soruşur. Deməli, biz demişik ki, əbob ilə əkobun hasilləri əbob x ilə 4 vurulsun əkob x ilə 4 bərabər olur x ilə 4-ün özlərinin hasillərinə. Bu ifadənin qiyməti bizdə 2 və 12 hasillərinə bərabər yazılıb, cavabı hesablanmalıdır. Deməli, 2-ni 12-yə vursaq, doğru cavabımız 24. 24-ü 4-ə böləndə x-in qiyməti 6 alınır. Sonuncu sual. Ən kiçik sadə ədədlə, ən kiçik sadə ədədimiz 2-dir. Ən kiçik 2 rəqəmli sadə ədədin. Ən kiçik 2 rəqəmli sadə ədədimiz isə deməli 11-dir. 2 rəqəmli ədədlər içərisində 10 başlayırıq ki, 10 ilə 10 sadə deyil, mürəkkəbdir. Sonra isə ondan sonra 11 gəlir. 2 ilə 11-i toplasaq bizdən 13. Deməli, ən kiçik sadə ədəd ilə ən kiçik 2 rəqəmli sadə ədədin cəmini tapın desə, cavabımız 13 edəcək. Bu yolda çalışan hər bir şahidə uğurlar deyirik. 25 sualın hər birinin izahlarına baxdıq və hələ də qrupa qoşulmayan ödənişsiz sınaqlardan yararlanmaq istəyən şagirdlər varsa, şərhlərdə qeyd edəcəyim rəylər bölməsindən həmin suallar WhatsApp qrupuna qoşula bilər və sualları işləyib, sonra isə video izahlarla tanış ola bilər. Diqqətinizə görə çox sağ olun, uğurlar olsun.